Ağıllı adamın sinəsi onun sirlərinin xəzinəsidir. Gülərüzlülük və yaxşı xasiyyətlilik dostluq tələsidir. Çətinliklərə dözüb səbr etmək pisliklərin örtüyüdür. Özündən razı kimsəyə qəzəb edən çox olar. Sədəqə xeyirli və şəfayət verici dərmandır. Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq. Dünya bir dəstəyə üst tutan zaman başqalarının yaxşılıqlarını müvəqqəti olaraq onlara verər. Onlara arxa çevirəndə isə onların öz yaxşılıqlarını da alar. İnsanlarla elə qaynayıb qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və əgər sağ qalsanız, sizinlə ünsiyyətdə olmağa can atsınlar. İnsanların ən acizi dost tapmaqda aciz olan kəsdir. Ondan da acizi isə qazandığı dostlardan birini itirən kəsdir. Nemətlərin nümunələri sizə çatanda şükrün azlığı ilə onun qalan hissəsini uzaqlaşdırmayın. Fitnə və bəlaya düçar olmuş hər bir kəsi məzəmmət etmək olmaz. Hər kim arzusunun dalınca qaçaraq cilovunu buraxsa, ölüm onun ayağını sürüşdürər. Cömertlərin səhv və xətalarından keçin. Çünki onlardan birinin ayağı sürüşən kimi